Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Bu gün özəl və gözəl bir qonağım var. Hansı ki 189 nömrəli məktəb mənə bağışladığı sinif yoldaşım, dəyərli, xarici ölkələrdə və eləcə də vətənimizdə, Azərbaycanımızda yetərincə tanınmış dermatoloq və veneroloq doktor Şəfiqə Yusifovadır. Şəfiqə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Sizi görmək xoş oldu. Dəvətinizə görə də çox sağ olun. Çox məmnunam. Bu arada fürsətdən istifadə etmək istəyərdim. Mən burdan Şəfiqə xanım valideynlərini, bizim sevimli və çox mənə vaxtilə çox bir dəstək olan, çox kömək olan, çox hörmət etdiyim dəyərli Elşad müəllim Yusifova salamlarımı çatdırmaq istəyirəm. Çox savadlı və güclü müəllimlərdən biri olan cəbr və həndəsə, eləcə də fizika müəllimi. Çox sağ olun hər bir uğuruma görə sizə borcluyam. Eləcə də əməkdar müəllimə Lətafət xanım Yusifovanı salamlamaq istəyirəm. 189 nömrəli məktəbin məzunları çox yaxşı tanıyırlar. Lət Ağayevna hər zaman söyləyirdi. Onun səsi gələndə biz yer axtarırdıq ki, girək ki, qorxudan. Təşəkkür edirəm sizin hər birinizə. Sizə salamlarımı çatdırıram. Sizi tez-tez görməsəm də dualarım və sevgim sizinlədir. Minnətdaram. Bu cür övlad üçün də təşəkkür edirəm. Çox tanınırsınız indi. Çox hər yerdə sizin səsiniz gəlir. İnsanlar sizi uğurlu dermatoloq kimi tanımır. Bəs Şəfiqə xanım özünü bir cümlə ilə necə təsvir edə bilər? Bilirsiniz Cəfər bəy, məncə bir cümləyə bunu sığışdırmaq biraz çətin olar. Amma düşünürəm ki, hər bir insanın öz sosial rolları var. Yəni məsələn məni götürsək, mən bir anayam, bir övladam, həkiməm və s. Yəni və hər bir insanın sosial rolları var. Amma bütün bu sosial rolları birləşdirən bir əlamət var, bu da ki insanlıqdır. Bəli. Yəni ona görə də mən özümü bir insan kimi təsvir eləyə bilərdim və açığı ən böyük arzum odur ki, bu insanlığını heç vaxt itirməmək və onu qorumaq. Buna görə də öz təşəkkürümü bildirirəm. Həqiqətən də insan həkimsiz. Yəni Çox işini, sağ olun. peşəni o qədər sevə-sevə görürsüz ki, həqiqətən də sizə müraciət edən zaman baxmayaraq ki, biz neçə illərdir birlikdə oxumuşuq, hər zaman nə vaxt sualım yaransa, siz canla başla bizə kömək etməyə də dəstəksiniz. Buna görə xüsusi təşəkkürlərimi bildirirəm Siz sizə. sağ olun. Bu günə qədər minlərlə pasiyent görmüsüz. Onların sizə öyrətdiyi ən böyük həyat dərsi nə olub? Siz tamamilə düz vurğulayırsınız ki, yəni hər bir insanın əslində öz həyat hekayəsi var. Pasiyent həkimə müraciət edərkən tək uğur qazanmır. Yəni özünlə bərabər hər bir pasiyent bir dərs gətirir Bəli. həkim üçün. Yəni bir insan olaraq arxasında olan bir həyat hekayəsi ilə. Və əgər siz soruşursunuz, yəni ən böyük dərs hansı olub? Mən deyərdim ki, şükürlük dərsi olub. Yəni gözəl. həyatdan inciməmək, həyatdan küsməmək, sahib olduqlarımıza görə şükür etmək. Yəni bu çox vacib bir məsələdir. Çox önəmlidir ki, hansı ki indiki 80% insanlar şükür etməyə bacarmırlar. Ona görə də gəlin hər birimiz birlikdə şükür edək. Problem varsa buna da şükür edək. Valla bu problem var ki, çözməyə bir insanlar da var. Bu da bizim dəyərli doktorlarımız da, hansı ki onlara müraciət edərkən siz bütün çətinliklərdən keçib və sağlam olarsınız. İnanın. İndi hal-hazırda peşəkar bir həkimsiz. Bəs valideynləriniz müəllim və müəllimə, amma siz həkim. Hardan belə qərar gəldi və dermatoloq olmasaydınız, nə seçərdiniz? Bilirsiniz, mən ümumiyyətlə uşaqlıqdan belə %100 bilirdim ki, mən həkim olacağam. Mənim ailəmdə heç bir həkim olmayıb heç vaxt. Tibbi sahədə ümumiyyətlə işləyən heç bir adam olmayıb və mənə bu yolu göstərən ya hər hansısa bir məsləhət verən bir insan olmayıb. Nə qədər çətin və uzun yolda heç kim izah eləməyib. Və mən ümumiyyətlə uşaqlıqdan belə əmin olmuşam ki, mən həkim olacağam. Nə Bilmirdim hansı sahədə, bilmirdim necə həkim olacağam, amma nədənsə belə bir fikir yaranmışdı lap uşaqlıqdan.
Və mənim ailəm mənə çox böyük dəstək olub. Mənim atam məni instituta hazırlayırdı. Anam mənə çox böyük mənəvi dəstək göstərirdi. Qardaşlarım mənə məsələn bir hazırlıqdan o birisi hazırlığa gətirib aparırdılar. Sonradan mən öz ailəmi qurdum və institutu bitirərkən dərhal işləməyə getdim. Heç bir fasilə olmadan. Halbuki baxmayaraq ki, həmin ərəfədə mənim körpə oğlum Gözəl. dünyaya gəlib. Mustafa, salamlayırıq səni Mustafa. Çox Allah sağ olun. saxlasın. Və o ərəfədə mən xüsusən vurğulamaq istəyirəm, mənim qaynanam mənə çox böyük dəstək oldu. Yəni o oğluma baxmışdı, mən də işləyirdim. Nə Yəni gözəl. mənə o mühit yaradıb, o imkan yaradıb ki, mən heç bir fasilə etmədən işimə davam eləyim. Və burdan hamıya təşəkkürümü bildirmək istəyirəm. Yəni çünki onlar olmasaydı, mən indiki uğurumu heç zaman qazana bilməzdim. Nə gözəl. Uğur birlikdədir necə deyərlər. Ona görə Çox də sağ olun. həqiqətən də hər birinizə bu yolda əziyyət, həqiqətən də çox əziyyətli bir yoldur. Neçə ildir təhsil alırsınız. Təhsildən sonra iş peşəsi, yəni həyəcan içində işləmək və sonradan belə bir mühüm və möhkəm bir həkim olmaq hər birinin uğurudur. Sözsüz ki, təşəkkür edirəm bir daha hər birinizə. Çox sağ olun Cəfər bəy. Şəfiqə xanım, stres insanın üzündə ilk olaraq hansı izləri buraxır? Çox gözəl sualdır əslində. Bu suala cavab verməkdən öncə sizə qısaca məlumat vermək istəyirəm. Dəri ümumiyyətlə nədir? Aha. Yəni elmi dildə danışsaq, dəri bizim orqanizmin ört qatıdır. Hı -hı. Ən böyük orqandır əslində. Lakin belə el arası desək, dəri orqanizmin bir ekranıdır. Yəni daxildə keçirilən bütün proseslər ilk öncə dəridə özünü büruzə verir. Yəni bura sinir sisteminin vəziyyəti də aiddir, həzm sistemi, daxili orqanların vəziyyəti və s. Və təbii ki, stres də bir sinir sisteminin bir reaksiyası kimi ilk öncə elə dəridə də öz təsirini göstərir. Stresin növləri var və biz birdən-birə qorxub ya həyəcan keçirdib və anidən stres keçirdə bilərik və o zaman stres hormonu kortizol birdən-birə yüksəlir. Belə hallarda olur ki, biz hər gün ərzində ya uzun müddət ərzində stresli bir şəraitdə yaşayırıq və o zaman da kortizol yüksəlib enmir. Yüksək vəziyyətdə uzun müddət qalır. Hər iki vəziyyət bizim dərimizə çox böyük təsir eləyir əslində. Və ən çox gözə çarpan reaksiyalar, yəni dərinin reaksiyaları ilk öncə dərin rəngin solmasıdır, dərinin həssas olmasıdır və ən çox da gözə çarpan qırışlardır. Ona görə də yəni biz mütləq şəkildə bizim sinir sisteminin vəziyyətinə fikir verməliyik. Yəni istər-istəməz insanın istəyindən asılı olmayaraq stresli həyat bizim dərimizə çox böyük təsir göstərəcək təbii ki. Və hətta belə də deyərdim ki, dəri xəstəliklər təsnifatında sırf sinir sisteminin pozulması ilə əlaqəli olan xəstəliklər var. Aha. Yəni sırf dəridə bir simptom kimi yaranmır, amma belə hətta xəstəliklərə belə gətirə bilər. Gətirir. Baxın, qeyd etdiyiniz kimi xırda stres və böyük bir stres. O da eyni olaraq gətirir bu dəri xəstəliklərinə və yaxud da biruzə verir. Xırda belə bir stres olsa da belə, düzdür? Təbii ki, yüksək stres olanda, uzun müddətli stres olanda onun fəsadları başqadır, amma xırda stres də bizə çox təsir eləyir, bəli. Təşəkkür edirəm ətraflı məlumatınız üçün. Son illərdə dəri problemlərinin artması əsas səbəbi nədir? Burada icazə verin, mən sizi biraz düzəldim. Mən deməzdim ki, son vaxtlarda dəri xəstəliklər artıb. Məncə dəri xəstəliklərə münasibət dəyişilib. Məsələn, mənim gəncliyim vaxtında yeniyetmə uşaqlarda yaranan sızanaqlar valideyn tərəfindən biraz ciddiyə qəbul olunmurdu. Necə deyirdilər? Məsələn, vaxt aşırı keçəcək, böyüyəcəksən keçəcək, ərə gedəcəksən keçəcək. Bəli. Amma indi mən nəyi müşahidə eləyirəm?
Yəni mənim pasientlərimin arasında böyük bir kütlə yeniyetmə uşaqlarıdır və onlar daima valideynlərlə bərabər gəlirlər. Hı. Və indiki zamanənin valideynləri anlayırlar ki, yeniyetmənin üzündə olan sızanaqlar ona tək psixoloji yox, həm sosial problem yaradır, psixoloji problem yaradır. Hı hı. Onun öz güvənini, öz inamını sındırır. Ona görə indi bu xəstəliklərə münasibət dəyişilib, daha ciddiləşib və sözün açığı bu çox belə ürək açıcı bir haldır. O vaxtı bu problemə heç kim ciddiyə almırdı, amma lakin indi vəziyyət dəyişilib. Bəli. Bu da hamısı sosial şəbəkələrdən irəli gəlir ki, uşağımız Ola bilər. sızanaqlıq olmasın. Niyə də yox, çox yaxşıdır. Yəni həqiqətən də biz uşaqlıqdan böyüyəndə bizdə də olub hər şeydir. Böyüyəndə keçəcək. Necə də eyni siz deyirsinizsə, tam sizinlə razıyam. Sızanaqlardan söz düşmüşkən mən istəyərdim ki, bir sızanaqlarla bağlı bir suallarım var. Onları mən sizə verim mümkünsə. Deməli, sızanaq sadəcə kosmetik problemdir, yoxsa bədənin verdiyi xəbərdarlıqdır? Bilirsiniz Cəfər bəy, sızanaq elə bir mövzudur ki, onun haqqında saatlarla danışmaq olar. Doğrudur. Və onu bu qədər sadələşdirmək biraz çətindir. Yəni bu kosmetik bir şeydir ya daxili hər hansı bir siqnaldır. Əslində sızanaq avtonom bir xəstəlikdir. Yəni bu nə normal olaraq nə kosmetik vasitələrlə, nə də ki daxili orqanlarla əlaqəli deyil. Yəni bu sırf dəri bir xəstəliyidir. Sızanaqlar nədən yaranır? Yəni bizim üzümüzdə olan pi vəzilərin iltihablaşmasıdır əslində. Və təbii ki, yeniyetmə dövründə bu hormonal statusu nəzərə alaraq, hormonal balansın pozulmasını nəzərə alaraq, irsi faktoru nəzərə alaraq, yəni irsi faktor burada çox böyük rol oynayır. Hər iki valideyn də əgər sızanaqlar uşaqlıqda olubsa, demək olar ki, 95% onların uşaqlarında da yeniyetmə dövründə bu problem yaranacaq. Yəni normal olaraq bu suala cavab verərkən demək istəyərdim ki, bu irsi bir faktordur. Amma elə hallar olur ki, məsələn, dəri tipinə uyğun olmayan kosmetik vasitələr istifadə olunursa, düzgün yuyulmursa, düzgün qulluq olunmursa, onun da fəsadları olur və kosmetik akneyə gətirə bilər. Bəli. Hətta. Elə hallar olur ki, hər hansı bir hormonal fonun pozuntusu da bu vəziyyətə gətirə bilər. Həzm sistemin problemləri də gətirə bilər. Amma biz sırf akne vulgarisdən, yəni yeniyetmə dövründə yaranan bir xəstəlikdən danışırıqsa, bu müstəqil bir xəstəlikdir və heç nə ilə əlaqəli deyil. Çox gözəl, aydındır. Qida həqiqətən də sızanaq yaradırmı, yoxsa bu bir mifdir? Bir mənalı bu suala cavab verə bilmərəm. Yəni bu mifdir ya bu həqiqətdir. Amma belə danışaq. Yəni qida qidadan fərqlidir. Yəni məhsullar bir-birindən çox fərqlənir. Biri var təmiz qida, biri də var məsələn daima fast fooddan istifadə edən yeniyetmədir məsələn. Elə qida məhsulları var ki, hansıların ki glikemik indeksi yüksəkdir və yaxud trans yağlarla dolu bir məhsuldur. Bütün bunlar orqanizmdə ümumi iltihablaşmanı yüksəldir. Və ümumi iltihablaşma olanda təbii ki, həssas yerlərdə özünü büruzə verəcək. Yeniyetmənin də həssas yeri nədir? Təbii ki, sızanaqlı üzdür. Yəni irsi faktor yoxdursa, sızanaqlara meyillilik yoxdursa, heç bir qida bu yeniyetmədə sızanaq gətirə bilməz. Amma bütün bu faktorlar varsa və ya hal-hazırda yeniyetmədə bir neçə sızanaq varsa, bura düzgün olmayan qidanı əlavə edin və nəticədə siz çox şiddətli bir akne görəcəksiniz. Yəni əgər meyillilik varsa və bu qidalar da varsa, bu xəstəliyin gedişatını daha da ağır edəcək. Şəfqə xanım, bəs sızanaqları sıxmaq niyə təhlükəlidir? Bu mənim pasientlərimin ən sevimli mövzudur. Mən çalışıram bu haqda həmişə onlara məlumat verim və inanın mənə ki, demək olar ki, hətta gündə bir neçə dəfə onu izah eləyirəm. Məsələ nədədir? Yəni sızanaq gözlə görüləsi qədər deyil. Yəni biz onun yalnız üst qatını görürük. Amma onun aşağı qatlarda da bir hissəsi var. Gözə görünməyən bir hissədir. Və biz sızanağı sıxanda biz vizual olaraq bizə elə gəlir ki, biz onu sıxmışıq tam olaraq
və hətta pasientlərə belə psixoloji rahatlıq da verir bu Evet. proses. Amma normal olaraq o daxildə aşağı qatlarda olan möhtəviyyət biz onu sıxarkən biz onu daha da daxilə sıxırıq Hımm. və həmin qatlarda artıq əslində iltihablaşma olmamalıdır. Və biz onu ora sıxarkən normalda iltihablaşma olmayan bir qatda iltihablaşma yaranır. Hımm. Və nəticədə biz nə ilə üzləşirik? Uzun müddətli keçməyən dəri ləkələri və çapıqlar. Yəni ləkələr bir neçə aydan keçəcəklərsə, çapıqlar təəssüf ki, ömürlük qalır və sonradan artıq böyük yaşlarda həmin insanlar məcbur olurlar hər hansı bir kosmetoloji prosedurlar eləmək ki, o çapıqlardan qurtulsunlar. Doğrudur. Baxın, ilk olaraq nə tövsiyə edərdiniz əgər hansısa bir sızanaq varsa? İstər gənc, istər, öz yaşına, yəni mühit bir yaşına çatan bir gəncləri kimi nə tövsiyə edərdiniz? İlk addımları nə etsinlər? Bizdə normal olaraq uşaqlıqda biz üzümüzə demək olar ki, qulluq eləmirik. Yəni bu normaldır. Uşaq dərisi bunu tələb eləmir. Amma o ki, hormonal status başlayır dəyişilməyə, artıq piy vəziləri də başqa cür başlayır işləməyə və daha çox ifrazat başlayır. Ona görə də ilk növbədə düzgün təmizlənmə və düzgün qulluq tövsiyə eləyə bilərdim. Lakin vəziyyət o dərəcəyə gəlir ki, pasiyenti narahat eləyir, ya onun ətrafını narahat eləyir. Yəni gözləmədən həkimə müraciət eləmək məsləhət görərdim. Çünki nə qədər gec saxlasalar bu vəziyyəti, o qədər də fəsadlarla üz-üzə Üzə gələ bilər. gələcəklər. Doğrudur. Bəli. Çünki dərilər də müxtəlif olur axır. Hər bir dəriyə bir hansısa bir, dərman vasitəsi təklif edə bilmirsə, onu gərək mütləq şəkildə həkim nəzarəti altında, tam diaqnoz qoyulsun və ondan sonra müalicədən sonra üzünüz, sızanaqsız olacaq, şəffaf olacaq. Nəinki üzü də, yəni bədəndə olan bütün sızanaqlar da ona aiddir. İndi yaydır, bildiyimiz kimi, artıq biz avqusta qədəm qoymuşuq və, biz vitamin D-dən danışmaq istəyərdik. Yəni 90% insanlar vitamin D-dən əziyyət çəkirlər. Lakin günəş altında qaralmaq sağlamlıq əlamətidir, yoxsa bir sos siqnalıdır? Əgər fikir vermisinizsə Cəfər bəy, son dönəmində, son çox güman ki, bir 40-50 il ərzində insanlar bronz tonlu dəriyə daha çox üstünlük verirlər. Bəli. Elə ona görə də məsələn solyariumlar yaranıb ki, insanlar solyariuma gedib oradan bronz tonlu bir dəri əldə edə bilsinlər. Bəzi insanlar saatlardan zaqar alırlar ki, istənilən dərəcəyə gəlsinlər. Heç kimi qınamıram təbii ki, amma bir həkim kimi həqiqət də deməliyəm. Əslində ultrabənövşəyi şüalar bizim dərimiz üçün çox böyük bir ciddi risklərə gətirə bilər. Yəni təbii ki, günəş və günəş şüaları nəinki insan üçün, ümumiyyətlə planet üçün çox böyük önəm daşıyır. Günəş olmasaydı planetdə həyat da olmayacaqdı. Yəni sudur, oksigendir, günəşdir və təbii ki, insanın beyninə belə təsir eləyən günəşdir və ultrabənövşəyi şüalardır. Əgər insan qaralmaq istəyirsə, mütləq şəkildə onu qaralmağın öz, belə deyək, sağlam vaxtları var. Bu normal olaraq səhər saat 10-a qədərdir və axşam saat 4-dən sonradır. Yəni səhər saat 10-dan axşam saat 4-ə qədər qaralmaq ümumiyyətlə məsləhət görünmür. Çünki ultrabənövşəyi şüalar sırf o müddətdə çox aqressiv olur. Yəni əgər biz sağlam qaralmaq istəyiriksə, biz vaxtı seçməliyik mütləq şəkildə. Ona kimi. Baxın, mən bildiyim qədər səhər saat 10-dan 15:00-a kimi 90 dərəcədə günəş şüalarını artıq vurur və vitamin D həmin ərəfədə yayılır. Sintez olunur. Sintez olunur. Amma siz deyirsiniz 10-a kimi və 4-dən sonra. 10-a kimi qaralmaq mümkün olur ki? Təbii ki, saat 8-dən, hətta deyərdim 7:30-dan artıq ultrabənövşəyi şüalar o dərəcədədir ki, sizə sırf sağlam qaralma verir. Sizin dəriniz yanmayacaq. Amma siz
Saat 10-dan 3-ə qədər zaqara alsanız, yəni qaralsanız, sizin dəriniz %100 yanacaq. Xüsusən də siz birinci dəfə zaqara alırsınızsa, qaralırsınızsa, təbii ki, ilk növbədə sizin dəriniz qızaracaq və yanacaq. Və Yanacaq. sırf bu bizim öncəki sualımıza qayıdarkən bu dərinin SOS siqnalıdır. Yəni tək dərinin yanması deyil. Bizim dərimiz bizə siqnal verir ki, məni qoru, məni günəşin altına atma. Mən bu vəziyyətə gəlirəm. Bəs vitamin D-ni biz əldə edə bilirik həmin saatlarında? Düzdür, siz tamamilə düz vurğuladınız ki, ən çox D vitamini sintezi sırf saat 10, 11, 12 arası olur. Lakin o vaxtı qaralmaq düzgün də deyil. Ona görə, yəni əgər mümkündürsə, sağlam saatlarında qaralmaq, o vaxta qaralmaq və il boyu həkimin nəzarətindən təbii ki, D vitamini normal dozalarda qəbul etməklə biz D vitamini defisitini bağlaya bilərik. Amma misal üçün, baxın siz düzgün vurğuladınız, o suala da gəlmək istədiyim solyarium indi hal-hazırda. Onların təhlükə hissələri, ümumiyyətlə qaralmanı və insanlar günəş kremi seçərkən ən böyük səhvi nədə edirlər? Solyarium mən ümumiyyətlə deyərdim ki, öz-özünə çox böyük təhlükədir. Mən heç zaman heç kimə məsləhət görməzdim. Solyarium yaradılandan öncə belə bir bəzi dəri xəstəliklər var ki, hansılar ki, ultrabənövşəyi şüalanma bir terapiya metodu kimi seçilir. Aha. Bəli. Amma sonradan onlar solyariuma çevrilib, yəni hansılar ki, bizim sırf estetik baxımından insanlar ora gedir ki, dəri tonunu biraz bronzlaşdırsınlar. Bu düzgün deyil. Yəni qısa müddət ərzində, yəni biz bilmirəm indi siz solyariuma getmisiniz, getməmisiniz. Yox, ona görə mən. Normal olaraq ilk dəfə ora gedəndə siz başlayırsınız qısa bir müddətdən 2, 3, 5 dəqiqədən və təsəvvür eləyin ki, siz 3, 4, 5 dəqiqəyə qaralırsınız. Yəni sizcə bu nə dərəcədə sağlamdır? Dəriniz Süni. üçün nə dərəcədə sağlam? Tamamilə düzdür, yəni suni şəkildə. Bəli. Ona görə də əziz xanımlar, eləcə də bəzi bəylər də solyariumdan istifadə edirlər. Ehtiyatlı olun, həkim nəzarəti altında olun mütləq şəkildə. Görürsüz, həkimlər məsləhət görmürlər. Ona görə də məncə təbii qaralma daha gözəldir, nəinki solyariumda. Ona görə deyirəm də qışda qara olurlar bəzi insanlar. Deyirəm ki, amma bu bir dəri üçün nə qədər ziyan olduğu əlbəttə ki, Şəfiqə xanım düzgün vurğuladı, ehtiyatlı olun. Bəs hansı fəsadlara gəlib gətirir bu solyarium, qaralma ümumiyyətlə? Ki, hər kəs anlasın və bilsin ki, bu çox təhlükəlidir. Təbii ki, ilk növbədə dəri xərçəngi. Yəni ən çox yayılan fəsadlardan biri dəri xərçəngidir. Və məncə heç bir insan heç vaxt bundan üzləşmək istəməz. Sözsüz ki, bəli. Ultrabənövşəyi şüanın belə bir effekti var. Yəni sizə anidən bir effekt verməyəcək. Amma illər getdikcə siz bu illər ərzində qaralırsınızsa, daima solyariuma gedirsinizsə, bir müddətdən sonra sizdə bir dəri xərçəngi ola bilər. Sizin artıq yadınızdan belə çıxa bilər ki, siz cavanlıqda çox qaralmısınız, amma sizin 50-60 yaşınızda bu problemlə üzləşə bilərsiniz. Sonradan məsələn dərinin erkən, vaxtından tez yaşlanmadır. Yəni ultrabənövşəyi şüalar dərimizə düşəndə bizim kollagen lifləri parçalayır. Elastiklik itir. Və artıq sizin 30 yaşınız var, amma dərinizin 50 yaşınız var. Məncə bununla da heç kim üzləşmək istəməz. Sözsüz ki, tez qocalma. Və estetik baxımından yenə də tez-tez rast gəlinən fəsadlar bu pigment ləkələrdir. Bu da yəni çox insanlarda yaranır və sözə gəlmişkən bu da bir SOS siqnalıdır. Yəni əgər insanda qaralmaqdan sonra çox saylı pigment ləkələr yaranırsa, bu da elə bir ki, dəriniz sizə bir məlumat çatdırmaq istəyir ki, biraz yavaşla. Bu siz dediyiniz pigmentli bu şeylər, bu visnuşkalar rusca demişkən o əlamətlərdir, yoxsa ki, ümumiyyətlə hansısa bir iz qoyur? Tək visnuşkalar yox, təbii ki, başqa pigment ləkələr də yaranır, amma burada irsi faktor çox böyük rol oynayır, təbii ki. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi pigment pozğunluğundan əlaqəli olan dəri xəstəlikləri var.
Bəs biz, krem seçərkən, hansı kremləri, ümumiyyətlə hansı kremlərdən düzgün istifadə etməliyik ki, bu fəsadlar olmasın? İnsan normal olaraq əgər bir məlumatı olmayan bir insandırsa, Hı hı. hər hansı bir kosmetik mağaza ya apteka daxil olarkən özünə günəş kremi seçmək istəyir və nəyə fikir verir? Yəni hər bir günəş kremin üzərində 3 hərf və 2 rəqəm olur normal olaraq. SPF yazılır Hı və hı. yanında bir rəqəm. İnsan məlumatsızdırsa, ən çox rəqəm olanı seçmək istəyəcək. Hı. Yəni ən böyük səhv elə budur Aha. əslində. Yəni günəş kremi seçərkən ilk növbədə dəri tipinə uyğun krem olmalıdır. Hı hı. Ə, Tərkibi ona uyğun olmalıdır, insana uyğun. Üzr istəyirəm, dəri tipi nəyə deyirsiniz? Yağlı, yağsız, yəni onu. Yağlı, yağsız, quru, həssas, Aha. kombin olunmuş Hı cildlər, hı. yəni bütün bunlara fərqli bir kremlər lazımdır. Bəli. Fərqli tərkibli kremlər Hı lazımdır. hı. Həm də ki, onu da nəzərə almaq lazımdır ki, günəş kremləri fərqli filtrlərdən var. Hı Var hı. fiziki filtr, kimyəvi, mineral filtr və s. Yəni bütün bunları ən uyğun variantda həkimlə, dermatoloqla danışıb seçmək lazımdır. Xüsusən də bu kimə aiddir? Yəni dəri problemi olan bir insanlara. Aha. Çünki bəzi günəş kremləri hər hansı bir dəri xəstəliyi daha da ciddi vəziyyətə gətirə bilər. Bu siz deyirsiniz, çox rəqəmli seçirlər də orada baxdıqda. Adi bir, dəridir və mən heç bilmirəm ki, mənim dərim yağlıdır, qurudur, yoxsa hansıdır. Hansı, krem məsləhət görərsiniz? Yoxsa ki, mütləq şəkildə yenə də həkimlərə müraciət etməliyik? Yox, təbii ki, əgər heç bir problem yoxdursa, heç bir narahatçılıq yoxdursa, ən uyğun, ən düzgün variant bu olacaq. Yəni SPF 50 seçirik. 50. Bəli. Və fluid ya su bazlı seçirik. Hı hı. Yəni normal olaraq onlar yağlı dərilər üçün nəzərdə tutulur, amma hər halda onların tərkibi daha uyğundur. Çox gözəl, təşəkkür edirəm məsləhətiniz üçün. Sizin sosial şəbəkədə səhifənizi izləyirəm. Bir neçə pasientlərin siz, əvvəl və sonra, şəkilləri paylaşırsınız. Nəticə nə dərəcədə dəyişilir, bu danılmazdır həqiqətən də. Saç tökülmələrlə bağlı sizə də müraciət edirlər. Yəni tez-tez rastlaşıram sizin səhifənizdə saç tökülmələri ilə bağlı. İnsan saç tökülməsi stres doğrudan da mümkündür. Yəni saç tökülməsi stressdən yarana bilərmi? Təbii ki, stres bir səbəblərdən biridir Hı hı. və nəzərə alsaq ki, biz indi hansı bir ritmdə yaşayırıq. Yəni istər-istəməz biz hər hansı bir stresli bir mühitdə yaşayırıq. Çalışırıq hər tərəfli, hər şeyə əlimiz çatsın, hər yerə tez çataq, hər şeyi çatdıraq deyə. Yəni bu mənəvi olaraq stres deyilsə də, bizim orqanizm üçün çox böyük stressdir. Stresdir. Yəni stres deyərkən hər hansı bir həyəcan, qorxu və s. nəzərdə tutulmur. Yəni fizioloji stres də belə saç tökülməsinə təsir eləyə bilər. Yəni biz stres yaşayarkən yenə qayıdırıq kortizola. Kortizol stres hormonudur. Həm saç follikulların, yəni saçın yaşama müddətinə təsir eləyir, onu qısaldır və saçlar başlayır tez-tez tökülməyə. Yəni məsələn, bu saçın yaşama müddəti 7 ildirsə və siz uzun müddətli stres keçirirsinizsə, o bir neçə aya tökülə bilər belə. Və həmçinin də saç follikulların qan dövranını azaldır deyə onlar lazım olan qida almırlar və Almalı. tökülürlər. Bəli. Və genetik olaraq da o, aşkarlanır da. Yəni ki, əgər genetikada saç tökülmə, erkən saç tökülmə varsa, o danılmazdır. Bəli, təbii ki, amma bu tam olaraq başqa bir saç tökülmənin növüdür. Bu irsi faktorla əlaqəlidir, tamamilə düzdür. Bu hormonal statusla əlaqəli olan bir faktordur və daha çox kişilərdə rast gəlir. Nəinki qadınlarda. İnsanlarda saç tökülmələri başlayanda ən çox hansı səhvləri edirlər? Ən çox deyərdim ki, internetdə araşdırıb, orada reklam olunan hər hansı bir möcüzəvi bir məhsulu alıb və ondan hər hansı bir effekti gözləməkdir. Yəni saç tökülürsə, ilk növbədə onun səbəbini bilmək lazımdır. Kökünü. Tamamilə düzdür. Saç tökülməsinin bir neçə növü var da. Biz bunu artıq bilirik.
və hər bir növün bir neçə səbəbi ola bilər. Yəni heç bir möcüzəvi bir məhsul təəssüf ki, ona təsir eləyə bilməz. Hətta deyərdim ki, saç tökülməsini ilk növbədə xaricdən yox, daxildən müalicə eləmək lazımdır. Daha çox yenə də indiki zamanənin ritmini nəzərə alsaq, bizim qidamız, bizim yuxumuz, bizim fiziki aktivliyimiz təsir eləyir. Ona görə də ilk növbədə həkimə müraciət edərək, əgər hər hansı bir defisit varsa, vitamin, mikroelement defisiti, ümumi zülal defisiti varsa, onları normaya salmaqdır ilk növbədə. Və ondan sonra əlavə olaraq xaricə istifadə olunan hər hansı bir vasitələrdən yenə də vurğulayıram, əlavə olaraq istifadə eləmək olar. Baxın, saç tökülməsinin qarşısını almaq üçün gecikmədən nə etmək olar? Bilirsiniz, fransızların belə bir sözü var, cherchez la femme. Wow. Qadını axtar deməkdir. Aha. Mən onu biraz başqa cürə demək istəyərdim. Həkim axtar. Yox, səbəb axtar. Aa. Səbəb axtar. Və səbəbi tapmaq üçün təbii ki, həkimə müraciət eləmək lazımdır. Yəni gözləmək lazım deyil. Bəzən fəsillərə bu bağlayırlar ki, saç tökülməsi misal üçün payız fəslində çox tökülə bilər və yaxud da digər fəsillərə uyğunlaşdırırlar, amma bu məncə də normal bir şey deyil. Yoxsa Yox, fəsillərdə tamamilə fizioloji bir haldır. Əslində hər bir insandan ildə 1, maksimum 2 dəfə fəsillə əlaqəli saç tökülmə ola bilər və bu tam norma sayılır. Nə vaxtı bu norma sayılır? Yəni 6-8 həftəyə qədər davam edən saç tökülmə, o saç tökülmə hansı ki bu 6-8 həftə ərzində yavaş-yavaş azalmağa doğru gedir, çoxalmağa yox, azalmağa. Saç nahiyəsində, yəni seyrəlmə olmayanda, ya da ki hər hansı bir ocaqlı bir topa-topa tökülən saç olmayanda və onunla yanaşı hər hansı bir başqa xəstəliklər aşkar olunmayanda, bu tam normal sayılır və burada sadəcə gözləmək olar təbii ki. Amma insanı bu narahat edirsə, normal olaraq boşuna narahat eləmir və gözləmədən həkimə müraciət məsləhət görər. Bəs xanımlar hansı ki saç rəngləri dəyişirlər, sözsüz ki, indi biraz ağ düşərkən və yaxud da imicini dəyişmək istəyən xanımlar saçlarını rəngləyərkən kraskamı və yaxud da tərkibində olan hansısa bir mayedir, nəsə onu ziyan eləyirsə, dərhal tökülmələr baş verir. Bu da ondan irəli gələ bilər ümumiyyətlə kraska seçimindən və yaxud da nədənsə? Burada mən deyərdim ki, kraska seçimindən yox, amma həmin ustanın əlindən asılı olan bir məsələdir. Yəni əgər usta düzgün tətbiq eləməyibsə bu kraskanı, bu rəngi, təbii ki, yəni bu hər hansı bir fəsadlarla üzləşəcək bu insan. Yəni ona görə sırf professional olan ustalara müraciət eləmək lazımdır. Məsələn, saçın rənglənməsini götürsək, hər bir rəngin öz müddəti var. Məsələn, 20-30 dəqiqə saxlanılmalıdır. Ondan çox saxlanılırsa, təbii ki, həm dərini yandıra bilər, bəli, həm də ki, saç köklərini, təbii ki. Və saçın keyfiyyətinə belə təsir eləyə bilər. Gözəllik qurban tələb edir. Niyə deyirsiniz ki, xanımlar hər kəs zaten gözəlsiniz. Bizim Azərbaycan xanımlarımız hər biriniz gözəlsiniz. Ona görə sizə heç saç rəngləməyə ehtiyac yoxdur. Özünüz gözəlsiniz. Yenidən sürətli bir suallarım var ki, hansı bir sözlə istəyərdim ki, cavablandırarsınız. Ən çox eşitdiyiniz yanlış fikir. SPF kremlər dəri onkologiyasına gətirir. Bu yanlış fikirdir. Yanlış fikirdir. Yanlış fikirdir. Amma ki onu mütəmmədi olaraq sizə müraciət edirlər bu sualla bağlı. Bəli. Ən vacib dəri vərdişi. Bir dənəsini seçə bilmərəm, amma deyərdim ki, təmizlənmə və nəmləndirmə. Aha. Ən zərərli dəri vərdişi. Sızanaqları sıxmaq. Ehtiyatlı olun. Günəş kremi zərurət yoxsa seçim? Bir mənalı zərurət. Çox gözəl. Dəri üçün yuxu yoxsa kosmetika? Burada deyərdim ilk öncə yuxu, sonradan kosmetika. Stres yoxsa genetika? Stres, çünki biz genetik hallarla normal olaraq heç nə eləyə bilmərik. Yəni mübarizə apara bilmərik. Bu artıq bizim proqramımızdır.
Amma stressi idarə etməyə biz öyrənə bilərik. Nə gözəl. Şəfiqə xanım, baxın burdan çox gözəl bir veriliş alındı. O qədər danışmaq olar ki, valla o qədər problemlər deməzdim ki, yəni insan dərində olan bir fəsadlardır, dərində olan çatmamazlıqlardır. Sözsüz ki, çox şeydən danışmaq olar. Bugünkü veriliş üçün mən sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bir sözlə, bir həkim olaraq, gənclərə, yeniyetmələrə, ümumiyyətlə dərinlə bağlı olan, ilk olaraq qorunmaq üçün, nə tövsiyələr edərdiniz? İlk növbədə mən tövsiyə eləyərdim diqqətli olmaq. Hı, Yəni heç bir dəri xəstəliyi, heç bir dəri problemi anidən birdən-birə yaranmır. Ona gətirən hər hansı bir addımlar olur. bəli, Və biz sizinlə bu verilişdə çox ətraflı onun haqqında danışmışıq. doğru. Yəni əgər insan öz dərisində ilkin simptomları görürsə, elə o vaxtdan həkimə müraciət eləsin, gözləməsin. Yəni burada gözləmə işləmir təəssüf ki. Doğrudur. Gözləmə işləmir. Ona görə də müraciət edin. Etibarlı həkimlər üçün, eləcə də bizim etibarlı və peşəkar həkimimiz dermatoloq Şəfiqə xanım Yusifova qonağımız oldu. Təşəkkür edirəm gəldiyiniz üçün, ətraflı müzakirələr üçün. Minnətdaram. İşiniz avand olsun. Çox sağ olun. Və bu gün ayın 11-idir. Mən başlanğıc olaraq istəmirdim təbrik edim. İstədim ki, biz ətraflı bir danışaq və ondan sonra sizi mən ürəkdən təbrik etmək istəyərdim. Bu gün sizin doğum gününüzdür. Bu gün siz bu vaxtı tapıb və bu yaxı gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Doğum gününüz mübarək olsun. Sağlam olasınız. Hər zaman belə parıldayasınız. Siz bizlər üçün çox lazımsınız və vacibsiniz. Həkim olaraq, bir insan olaraq çox gözəl bir insansınız. Çox gözəl bir valideynsiniz. Çox gözəl bir bacısınız, övladsınız və həkimsiniz. Sizə can sağlığı arzu edirəm, uzun ömür və işlərinizdə daima uğurlar arzu edirəm. Çox sağ olun Cəfər bəy, çox xoş oldum və bu verilişə mənə dəvət etdiyinizə görə də sizə ayrıca təşəkkürümü bildirirəm. Əslində mən buna bir veriliş kimi yox, sadəcə uzun illər tanıdığım bir dostla bir Bəli, söhbət kimi yanaşdım və çox məncə rahat çox keçdi. gözəl alındı. Çox Çox rahat sağ olun. keçdi. Çox təşəkkür edirəm. Bu günlük bu qədər. Ümid edirəm ki, hər kəs faydalana bildi. Gələn görüşlənədək uğurlar arzu edirəm hər kəsə. Sağ olun.